Pumba Kids'in baş sponsorluğuyla Azərbaycan İstedad Festivalı başladı. Salam, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Xoş gördük hər birinizi əziz musiqi sevərlər. Bugün yenə gözəl ifalarla qarşınızdayıq. Verilişi başlamaq üçün kimi çağırmaq lazımdır? Meydan dağılır tapmatara. Bu nerede şu? Ay bala. Allah Allah. 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 Necəsiz? Belə görünür lap yaxşısınız, amma bu yaxşı deyil. Kamil buradadır, deyil bizim buranı tərk edib, amma gəlir, görürsün ürəyi buradadır. Kamil Əsədzadə. Təzəlikcən Nigeriyadan gəlib, orada rəqs festivalından gəlib. Nigeriyada ikinci yer tutub rəqs üzrə. Ayxan da həmişə onun yanındadır. 2 dənə Ayxanlara bugün yenə qoşa-qoşa dayanıb. Bunlar rəqqasdırlar, bilərsən. Bugün üçümüzü rəqs elətdirəcəm burada. Görüm kim yaxşı rəqs eləyəcək. Hər vaxtınız xeyir olsun. Ekran qarşısında əyləşən tamaşaçılar. Bugün şənbə günü. Təbii ki, bugün də çox maraqlı bir veriliş olacaq. Hilal'la Ayxanı da salamlayıram, hər zaman mənim yanımdadırlar və bizim o gələn möhtəşəm Turpun Nağılı uşaq filminin inşallah çəkilişlərində buradakı uşaqlardan da çoxsu olacaq və Hilal da orada əsas rollardan birini oynayır. Hamı bilir ki, mən haradayamsa Hilal'la Ayxan da oradadır və o sep hər zamanki kimi mənim balam istedadlı yarışmasından qazandığı bax qızılı sepi də görürsünüz də artıq boynundadır hər zaman. Hə, başlayırıq, nə başlayırıq? Və bugün də 3 nəfər dueldədir. 3 nəfər dueldədir, 3 nəfər liderdir, 7 nəfər qızıl yeddili və 2 nəfər mübarizə aparanlardadır. Çox uzatmadan Pumba Kids'in baş sponsorluğu ilə, Legal Turizmin sponsorluğu ilə, Eme Parfümün dəstəyi ilə təbii ki, biz Azərbaycan İstedad Festivalı verilişini davam elətdiririk. Münsiflər heyətini, bizim daimi münsiflər heyətimiz var burada, dostlarımız var. Mən münsif heyəti deməzdim. Layihəmizin dostları, mənim özümün dostu, bizim Hilal'la Ayxanın çox istəyən 3 jürimiz, münsiflər heyətimiz buradadır. Dəvət eləyək. Birinci başlayaq. Bir. Sakin. 1, 2, 3. Leyla Ramazanlı!
daimi münsif heyətimiz. Salamlayıram. Maşallah uşaqlar dağıdır buraları. Maşallah. Allah saxlasın hamısını. Leyla xanımın artıq övladı Muhammed də bizim daimi sakinimiz. Əyləş Muhammed. Nətərsən? Muhammed də daimi bizim artıq iştirakçımıza çevrilib. Leyla Ramazanlının övladı da Allah saxlasın. Və icazənizlə ikinci münsif heyətimiz kimdir? Bəli, Aydan Cabbarlı gəlin. Her gün yeni bir umut, tutunup hayallerine dünü unut. Sanki kalbimin içinde yüzlerce kuş, sarılıp hayallerine uç hadi. Teldeki güvercin, yanındaki çapkın, kaldırımda baygın, sana da günaydın. Şarkıdaki serçe, camdaki teyze, uykusuz aşık, sana da günaydın. Teldeki güvercin, yalıdaki çapkın, kaldırımda baygın, sana da günaydın. Şarkıdaki serçe, camdaki teyze, uykusuz aşık, sana da günaydın. Her gün yeni bir umut, tutunup hayallerine dünü unut. Sanki kalbimin içinde yüzlerce kuş, sarılıp hayallerine uç hadi uç. Teldeki güvercin, yanındaki çapkın, kaldırımda baygın, sana da günaydın. Şarkıdaki serçe, camdaki teyze, uykusuz aşık, sana da günaydın. Teldeki güvercin, yalıdaki çapkın, kaldırımda baygın, sana da günaydın. Şarkıdaki serçe, camdaki teyze, uykusuz aşık, sana da günaydın. Rəqs elədilər, söktülər. Aydan Cabbarlı bizim daimi dostumuz, münsif heyətimiz. Leyla Ramazanlı ilə çiyin-çiyinə burada əyləşən. Əla, əla, Aydan duru sudan şirin, belə bir məsələ var. Əla, sakit. Üçüncü münsif heyətimizi də dəvət edirəm. Məhəmməd Tağıyev onun fanatıdır. Kimdir? Vago. Kim? Kim? Bəli, Vagonda dəvət eləyən gəlsin. Allah 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 buna
nasıl sevmek? Allah 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 Allah, bu nasıl gülmek? Bu nasıl sevmek? Bu nasıl gülmek? İnsan değil bu, sanki bir melek. İnsan değil bu, sanki bir melek. Kaşların arasından domdom kurşunu değdi, domdom kurşunu değdi. Bir avcı vurdu beni, bir avcı beni yedi. Ah bir avcı beni yedi. Ah dedim ağladım, yaremi bağladım. Eğdi yar boynunu eğdi, Allah kerimsin dedi. Hançer yarası değil, domdom kurşunu değdi. Hançer yarası değil, domdom kurşunu değdi. Gel gel gümüle gel, evlerinde lambaları yanıyor. Köz göz olmuş ciğerlerim kanıyor. Evlerinde lambaları yanıyor. Köz göz olmuş ciğerlerim kanıyor. Beni gören deli olmuş sanıyor. Ölürüm de ayrılamam yar senden. Beni gören deli olmuş sanıyor. Ölürüm de ayrılamam yar senden. Ateşim var külüm yok, bülbül oldum gülüm yok. Ateşim var külüm yok, bülbül oldum gülüm yok. Ben bu eşqə düşəli, ağlamaqdan günüm 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 yok. Yolla, yolla kaderim yolla, acıları bana yolla. Ne de olsa dert babasıyım ya ben. Vur ya, lafımı olur vur ya. Düşeni de bir sen vur ya. Ne de olsa sabır taşıyım ya ben. Yolla. Vago! Bu nə enerjidir, bu nə enerjidir. Vago. Nətərsən? Yaxşıyam. Vago yenə bizim qonağımız deməzdi, artıq dostumuzdur. Bizim kollektivin bir üzvüdür. Uşaqlar, bugün dueldə olanlar Vago'nun, Leyla xanımın, Aydan xanımın sizlərə ulduz səsləri olacaq. Ehtiyatlı olun. Çünki Vago'da elə burada əyləşən bütün münsiflər heyəti hər şeyə fikir verirlər. Bəli. Xala xətrin qalmasın deyənə yalandan tərifləmirlər. Tam doğru. Bəli. Tam şəffaf. Vago, xoş gəlmişsən. Xoş Buyur gördük, əyləş xoş gördük. və davam edirik. Tam sakit. Tam sakit. Əyləş qızım. Adın nədir sənin? Adın nədir? İnci. İnci kimi gözəl göyçək balamızdır bax. Siz də xoş gəlmişsiniz. Sən dünənlərdə buradaydın. Qəşəng rəqs elədin. Nicat da qonağımızdır. Nicatla Ayxan bizim növbəti istedad festivalı yarışmasının iştirakçıları olacaqlar. Artıq 74 nəfər siyahıda var. 74 nəfər yazılıb, hələ ayın sonuna kimi bəlkə də 500 nəfər yazılacaq, bilmək olmaz. Bəlkə də stadionda oldu Azərbaycan İstedad Festivalı. Bəlkə 5000 adam gəldi, bilmək olmaz. Artıq neçə müraciətlər var, yüzlərlə. Yüzlərlə müraciətlər var ki, biz də övladımızı Elşad əmi, artıq valideynlər də elə deyir, Elşad əmi, biz də övladımızı sizin layihədə görmək istəyirik. Sizin davranışınız, uşaqlarla rəftarınız çox xoşumuza gəlir. Minnətdaram bu xoş sözlərə görə. Bunu həm sosial platformalarda yazırlar, həm də belə zənglərlə deyirlər. Hə, bugün dueldə olan 3 iştirakçı. 3 iştirakçı dueldədir. Onlar kimlərdir? Tam diqqət. Tam sakit. Dueldə olan 3 iştirakçı. Üçündən İkisi qalacaq, biri tərk eləyəcək. Dueldə olanlar elə çoxsu mən deyərdim. Bir neçə həftə öncə onlar Qızıl Yeddilikdə idilər. Mübarizə aparanlarda idi. Səmra Qənizadə dueldədir. Gəl yanıma qızım. Alqışlayaq Səmranı. Səmra bu yarış başlayandan öz rəqsləri ilə, ifası ilə hər zaman seçilib. Çox istedadlı qızdır. Səmra bu gün amma çox təəssüf ki, dueldədir. Get-gedə uşaqların sayı azaldıqca artıq finala doğru bir addımlığı. 2 həftədən sonra. Bəli, bir addımlığındayıq finalın. İkinci dueldə olan Xədicə Cabbarova dueldədir. Gəl yanıma Xədicə. Xədicə isə ümumiyyətcə mən birinci
gündən demişəm ki, Xədicənin həm yaxşı səsi var. Xədicənin həm yaxşı rəqs eləmək qabiliyyəti var, həm aparıcılıq, həm aktrisalıq. Çox istedadlı, amma çox təəssüf ki, bugün dueldədir və Ömər Qənizadə, alqışlayaq, dueldədir. Bu üç iştirakçının adını, soyadını ekranda verin. Verilişin sonunda stop deyəndən sonra xallar hesablanacaq, həm münsiflər heyətinin, həm iştirakçıların xalları üstündən gələcək. Ömər Qənizadə, Səmra Qənizadə və Xədicə Cabbarova. Bu üç iştirakçıdan sonunda iki iştirakçı qalacaq. Bir iştirakçı isə layihəni tərk edəcək. Əyləşin, bir-bir dəvət edəcəm. Əyləşin. Münsiflər heyəti hər üç iştirakçının çıxışına baxacaq və ulduz səsləri verəcək. Səmra Qənizadə, gəl birinci səndən başlayaq. Mən sonra dueldə olanların çıxışlarından sonra günün liderlərini, qızıl yeddiliyi və mübarizə aparanlarda olan iştirakçıların adını vurğulayacağım. Səmra Qənizadənin valideynini də salamlayırıq, Sona xanımı, o da televiziya məkanlarının birində aparıcıdır, Aşıq Pəri Məclisinin aparıcısıdır və orada bir çox çıxışlarını görmüşük. Ümumiyyətcə bu Səmranın istedadı ailədən gəlir, deyir, ot öz kökü üstə bitər və sən bugün inandırmalısan hamını ki, mən bu layihədə qalacam. Yaxşı, alqışlayaq Səmra Qənizadəni və rəqsinə baxaq. Şirin aksesuarlar, eğlendirici ve öğretici oyuncaklar,
hamısı bir yerdə. Pumba Kids-də. Ünvanlarımız: Neftçilər filialı, Qaraqaraya prospekti 65D, Neftçilər metrosunun tam yaxınlığında. Xəzər filialı, Gəncə prospekti 52B ünvanında, Xəzər dairəsi yaxınlığında yerləşir. Ömər Qənizadə, gəl yanıma. Ömər Qənizadə, Tarkanın, Murad Bozun Azərbaycandakı rəsmi distribütoru, Aydan Cabbarlının ən sevdiyi iştirakçı. Ayxan daha çox yaraşır səhnəyə, yoxsa Ömər Qənizadə? İkisi də, ikisi də. Yaxşı, yaxşı, yaxşı. Çarşırsan bir dənə sual verirsən də, Ayxan. Ayxan nə var, aparıcıdır. Ayxan nə var, aparıcıdır deyirlər Ayxan. İkisi də. Əgər ikisi də buradadırsa, deməli ikisi də yanaşır. Hə. Ömər Qənizadə, nə çıxış edəcəksən? 2021-də həm Eurovision'a qatılmış, həm də öz mahnısı ilə Azərbaycana səs-küy salmış Samirə Əfəndinin Matahari mahnısı. Qəşəng. Yallah, getdik. Ömər Qənizadə dueldədir və ifası gəlir. Alqışlayaq. Matahari, I'm a godless spy, I'm a spy, I uncover all of your secrets, I want them. There's no stopping me now, I'm a liar, playing the game of desire. Ain't gonna leave the survivors. Would you fall for me now, just like Cleopatra, the army of lovers? I start a fire. Matahari, 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 Matahari. Undercover, I am a dangerous lover, drinking my poison is water. In your running my spell, mesmerizing, moving my hips, you are trying. You can't resist out of fighting. Got a story to tell, just like Cleopatra, the army of lovers. I start a fire. Matahari, 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 mama, 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 mama. Just like Cleopatra, let's start a fire. Shh. Let's go. Ha! 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 Mama, mama, Matahari. Mama, 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 Matahari. Ha! Matahari. Bravo! Ömər Qənizadə, hətta Nilay gördündə hara qədər qalxdı, səni almışladı. Mən bunu veriliş başlamamışdan öncə valideynlərin yanında da söylədim ki, bax bu duel çox təhlükəli duel olacaq. Həm Xədicə Cabbarova, tam sakit, həm Ömər Qənizadə, həm Səmra Qənizadə. Vallahi səmiyyətimə inanın, üçü də istedadlı, amma biri bugün tərk edəcək. Ömər, Səmra, Xədicə Cabbarova, hər üçü istedadlı. Çox maraqlıdır ki, münsiflərin indi xalı verdiyi səslər rol oynasa da ən əsası səslər, təbii ki. Mən istəməzdim, bu üç iştirakçı bir yerdə duelə düşsün, heç istəməzdim. Amma məndən asılı olmayan səbəblərdir. Ömər,
Super, çox xoşuma gəldi. Səmranın rəqsi çox mükəmməl. Vallahi mən çaşıb qalmışam indi bu dueldən kim gedəcək. Ömər, inanıram yaxşı olacaq və növbəti istedad Xədicə Cabbarova. Çox təəssüf bu gün dueldəsən. Bu gün dueldəsən və 3 nəfər ekranda ad soyadını görürsünüz. Xədicə Cabbarova, Ömər Qənizadə, Səmra Qənizadə. Sonda stop deyəndən sonra 3 iştirakçıdan biri tərk eləyəcək. Biri tərk eləyəcək. Xədicə Cabbarova, bu gün rəqsdir yoxsa mahnı? Rəqs. Rəqsdir. Rəqsdir. Gəl danışarıq, birinci rəqsivə baxaq. Hə? Xədicə Cabbarovanı izləyək, görək bizim üçün nə rəqs eləyəcək. Sürme çektim gözüme, düştüm çölün düzüne, dost gezirim özüme. Sürme çektim gözüme, düştüm çölün düzüne, dost gezirim özüme. Dost gel hardasan, tez gel hardasan, tık 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 tık. Dost gel hardasan, tez gel hardasan, tık 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 tık. Baktım baktım güzgüye, baktım baktım özgeye, korktum korktum gözdeye. Ah güzelim ben, bak güzelim ben, tık 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 tık. Ah güzelim ben, bak güzelim ben, tık 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 tık. Sürme çektim gözüme, düştüm çölün düzüne, dost gezirim özüme. Dost gel hardasan, tez gel hardasan, tık 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 tık. Dost gel hardasan, tez gel hardasan, tık 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 tık. Sürme çektim, düştüm çölün, dost gezirim özüme. Xədicə Cabbarova. Xədicə Cabbarova. Əla. Əyləş. Mən 3 münsiflər heyətini indi yola salacağım. Xədicə, Ömər, Səmra Qənizadə. Gəlin yanıma üçünüzdə. Tam sakit. Durun burada. Heç kimin səsi çıxmır. Əvvəldən istəyərdim ki, münsiflər heyətinin ulduz səsləri, iştirakçıların ulduz səslərinin üzərinə gəlsin. Çünki sonra liderləri dəvət edəcəm kürsüyə. Onların da səsi olacaq sizə. Leyla Ramazanlıdan 30 ulduz gəlir kimə? Birinci 40-dan başlayayım da. 40 ən yüksəkdir. 40-dan niyə başlayırsan? Ən yüksəyinə. Ən yüksəyi verirəm Səmraya. Səmra Qənizadəyə 40 ulduz gəldi. Leyla Ramazanlıdan 30 ulduz kimə? Çünki Səmrayın keçən dəfə də çıxışını bəyənmişdim. O həmişə Mən maraqlı. basa bu verilişin milli dürüstlüyü ruhda. ondan bilinir ki, mən vallahi deyirəm, nə münsiflər heyətinin, yəni liderlikdə əyləşənlərin Tam heç kim işə sərbəst qarışmıram. fikirlərimizdir. Bəli.
Leyla xanımdan gəldi 40 ulduz Səmra Qənizadənin aktivinə. 30 ulduz. 30 qızımıza. 30 ulduz gəldi Xədicə Cabbarovanın aktivinə. Aydan Cabbarlı. Aydan Cabbarlı. Aydan birinci 30-dan başla. Ayda. Bax 30 ulduz. Gözlərinizi yumun. Tıxdıq xanımımıza. Bax bir dəqiqə sakit. Gözlərinizi yumun. Üçünüz də. Yox. Hamı gözlərini yummayacaq ki burada. Familiyamız oxşayır. Mənə bir göstər. Belə göstər. Belə. 30 ulduz. İndi çək barmağımı. Gözünüzü açın. Gözünüzü açın. 30 ulduz gəldi Aydan Cabbarlıdan. Xədicə Cabbarovaya. Gözünüzü yumun. Gözünüzü yumun. Bəli, gözünüzü açın. 40 ulduz gəldi Aydan Cabbarovadan Ömər Qənizadəyə. 30 ulduz. Uşaqların üçü də istedadlı uşaqlardır. Fərqli işlər gördülər, amma açıqlamanı baldan sonra deyəcəm, ulduzdan 30 sonra. ulduz, kimə? 30 ulduz. 30 ulduz, gözlərinizi açırsınız. Xədicə Cabbarovaya 30 ulduz gəldi Vagodan. Səbəbini sonra deyəcəm. Səbəbini sonra deyəcək. Gözlərinizi yumursunuz. Yumursunuz gözlərinizi. 40 ulduz. 40 ulduz gəlir, gözlərinizi açırsınız. 40 ulduz gəldi mənə. Mənə gəldi 40 ulduz. Çox sağ ol Vago. Minnətdaram. Yəni 40 ulduz məni bildi, layiq bildi. 40 zarafat edirəm. 40 ulduz gəldi Ömər Qənizadəyə. İndi uşaq Səbəbini açıqla. 100 ulduz olsaydı hərəsinə 100 ulduzun elə hamısına bölmək olardı. Alqışlayaq, Vaqonu alqışlayaq və münsiflər heyətini, alqışlarınızla münsiflər heyətini yola salaq. Alqışlarınızla münsiflər heyətini yola salırıq və günün liderlərini təqdim edəcəm sizlərə, ulduz səsləri olacaq. Əyləşirsiniz və münsiflər heyətini alqışlarınızla yola salırıq. Gələn həftə burada olacaqlar. Münsiflər heyətinin dueldə olan iştirakçılar Ömər Qənizadə, Səmra Qənizadə və Xədicə Cabbarova 3 iştirakçıya ulduz səsləri verdilər və günün liderlərini dəvət eləmək istəyirəm. Günün lideri bəli, Nilay Səbrəliyeva yenə də günün lideridir. Nilay Səbrəliyeva öz yerini qoruyub saxlayır. Bu gün də çox gözəl. Bu gün də çox gözəl geyinir. Ha? Bəli. Əla. Əla. Hilal deyir ki, bu gün çox gözəl geyinir. Hə Hilal? Həmişə gözəl geyinir. Bəli. Bu dəfə daha gözəl. Hilal, bəs sizin geyimləriniz də çox maraqlı, qəşəngdir. Hardandır? Pumbakistəndir. Təbii ki, Təbii həmişə ki. kimi. Pumbakistina bizim aparıcılar. Pumbakit! 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 Qəşəng. Əla, birazdan məlumat verəcəyik bizim baş sponsorumuz Pumbakits haqqında, legal turizm haqqında, əmək parfüm haqqında. Və sual verəcəyik bizi. Bəli, və Hilal Ayxanın sualı olacaq. Kim düzgün cavab versə, Pumbakitsin hədiyyəsini qazanacaq. Kamil də gəlib bu günləri rəqs edəcək bizim üçün. Nilay Səbrəliyeva, bugün bizim üçün necə? Gəl görüm nə deyirsən? Gəl görüm burada nə deyir Hilal, gör nə deyir? Pumbakisi mən qazanacam. Deyir, Pumbakisi də deyəsin, mən də qazanacam. Ona görə Hilalın və Ayxanın sualına cavab verməli olacaqsan Fərid. Nilay Səbrəliyevanın gözəl ifası gəlir və bu gün də liderliğini qoruyub saxlayır Nilay Səbrəliyeva. Gəl dedim, gəlmişəm. Sənə görə mən gəlmişəm. Bəs dedim, gəlməzsən. Bax, bu da mən gəlmişəm. Qapını aç, gəlmişəm. Sənə görə mən gəlmişəm. Bəs dedim, gəlməzsən. Bax, bu da mən gəlmişəm.
ki sen varsan ben varım. Ben sevsem de bester, okuyan bir nefeste. Sen ne deyirsen dene, deyim gözlerim ister. Gel dedim gelmişim, sana göre ben gelmişim. Besteydim gelmezsem bak bu da ben gelmişim. Kapını at gelmişim, sana göre ben gelmişim. Besteydim gelmezsem bak bu da ben gelmişim. Gel dedim gelmişim, sana göre ben gelmişim. Besteydim gelmezsem bak bu da ben gelmişim. Kapını at gelmişim, sana göre ben gelmişim. Besteydim gelmezsem bak bu da ben gelmişim. Multi yaxınlığında Xəzər filialı Gəncə prospekti 52B ünvanında Xəzər dairəsi yaxınlığında yerləşir. Nilay Səbrəliyeva. Günün lideri Nilay Səbrəliyeva. Təbrik edirik Nilay. Nilay, ən çox səs göndərən kimlərdir? Rusiyada qalan Elşən əmim, babam, Rusiyada qalan bizim həmyerlimiz Elşən əmi, nənə, baba, Ordubaddan bir çox insanlar və ən çox da ana. Hə? Və evdə Nilayın özündən başqa 5-6 uşaqdılar, bacı və qardaşlar da var. Onlar da hal-hazırda Nilayı izləyirlər. Ən çox evdə uşaqların arasında, bacı qardaşların arasında ən çox kimi çox istəyirsən? hamısın. Hamısını? Sən başıva dön ora. Çox ağıllı baladır. Gəl əyləş burada. Nilay Səbrəliyevanı ürəkdən almışlayaq. Günün ikincisi Əsra Zahidova. Günün ikincisi. Gələn həftə burada olacaq inşallah. Günün ikincisidir. Və günün üçüncüsü. Sən Vaqasızadə. Sinə səni kim çağırdı? Gör nə istəyir? Səni onlar dəvət edir. Mən dəvət eləməmiş durdun gəldim bura. Bəlkə elə günün üçüncüsü Ayxan Adriyozəlovdur. Gülür. Səma Qasımzadə alqışlar günün üçüncüsü. Səma Qasımzadə bu gündə bu kürsüdə əyləşəcək və Səma bu gün bizim üçün nə ifa edəcək? Söz olmasaydı xalq mahnısı. Nə? Söz olmasaydı xalq mahnısı. Söz olmasaydı xalq mahnısını ifa edəcək. Günün üçüncüsü Səma Qasımzadə. Dağlarda duman gözəldir, qaşların kaman gözəldir. Dağlarda duman gözəldir, qaşların kaman gözəldir. Hissinə heç bir söz olmaz, gözəlin yaman gözəldir. Hissinə heç bir söz olmaz, gözəlin yaman gözəldir. Alıbdır ağlını başan, keçmək olmaz bu göz qaşdan.
qaşdan səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Mənə gəl eylə vəfaya, raşiqə etmə cəfaya. Mənə gəl eylə vəfaya, raşiqə etmə cəfaya. Söydlər başın əyəndə, sənə mən yarım deyəndə. Söydlər başın əyəndə, sənə mən yarım deyəndə. Sanaram dünya mənimdir, gözünə gözüm dəyəndə. Sanaram dünya mənimdir, gözünə gözüm dəyəndə. Alıbdır ağlını başan, keçmək olmaz bu göz qaşdan. Alıbdır ağlını başan, keçmək olmaz bu göz qaşdan. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Mənə gəl eylə vəfaya, raşiqə etmə cəfaya. 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 Səma Qasımzadə, günün üçüncüsü Səma Qasımzadə. Bəli. Səma qızım əyləş. Baş sponsorumuz Pumba Kids. Ürəkdən alqışlayaq. Tam sakit, tam sakit. Pumba Kids. Pumba Kids. 2008-ci ildən fəaliyyət göstərən Pumba Kids bütün məhsulları, monitorda göstərin, bütün məhsulları Polşa və Türkiyə istehsalıdır. 2 filialı var Neftçilər metrosu stansiyasının yanında, Xəzər dairəsinin yanı və Pumba Kidsdə yeni doğulmuş uşaqdan tutulmuş 16 yaşına qədər bütün oğlan və qız həm geyimləri, həm ayaqqabılar, ortopedik ayaqqabılar, oyuncaqlar, bir sözlə uşaqların sevdiyi məkanlardan biri olan Pumba Kids hər zaman bütün layihələrimizdə bizimlə bərabərdir və bugün dəyərli baş sponsorumuz Pumba Kids'in sualı olacaq Hilal və Ayxan. Təbii ki, bu sualı ünvanlayacaq. Əgər bu suala kim bilirsə, əl qaldırsın. Yalandan Ayxan və Hilal. Bax, bu missiyanı sizə buraxıram. Yalandan kimsə qışqırsa, bilməyə, səs-küy salsa, sualı bağlayın, hədiyyə də qalsın burada. Kim bilirsə əl qaldırsın. Vəssalam, kim bilirsə Pumba Kids'in sualını ünvanlayın. Elşad əmi bu işdə neçənci ildən fəaliyyət göstərir? Bir yaxınlaş görün. 2019. Elşad əmi 2007-ci ildən fəaliyyət göstərir. Bəli. 2008-ci ildə fəaliyyət göstərir. O Pumba Kids'i deyir. Pumba Kids'i. Məhəmməd Düzdabdır 2007-ci ildən. Yəni ilk televiziyaya gəlməyim 2007-ci ildən olub. Sağ ol Məhəmməd, düz tapdın. Gəl bura. Gəl, Məhəmməd düz tapdı. Bilmirəm, indi hardan izləmirsən, girmirsən, hardan baxmısan. Hədiyəni ver. Hədiyəni burada istəyirəm. Baxaq nədir? Məhəmməd Pumba Kids'dən bu qutudan çıxan hədiyyə Məhəmməd. Məhəmməd, bu sənindir. İcazə versən satsın. Mən real istəyirəm insanlar gözü qarşısında. Məhəmməd icazə verdi və görək Məhəmmədin hədiyyəsi Pumba Kids'dən. Pumba Kids'dən görək hədiyyəsi nədir? Pumba Kids'dən. Nədir? Köpük tapancası. Göstər Ayxan. Hansından? Bax bundandır. Göstər bir dənə. Bax bundan. Xoşuma gəldi. Qoy açaq göstərək, hamı görsün də. Nilayda da var idi bu. Nilayda da var idi. Nilaya da çıxmışdı. Aha, göstərək tam. Məhəmməd Tağıyevin hədiyyəsi. Pumba Kids'dən. Bu da köpüyü. Gəl. Bu da sənin. Qoy bura.
Təbrik edirəm Məhəmməd. Alqışlayaq, Məhəmməd Tağıyevi alqışlayaq. Pumba Kids'dən bax bu hədiyyəni qazandı Məhəmməd Tağıyev. Təbrik edirik. Məhəmməd Tağıyevi təbrik edirik. Bu gözəl hədiyyəni qazandı və növbəti dueldə olan, buyur Məhəmməd söz demək istəyir. Gəl Məhəmməd. Elşad müəllim, mən sizə bu hədiyyəni vermişəm. Nədir bu ay Məhəmməd? Açın. Bugün deyəsən hamı mənə təsbih gətirib. Məhəmməd. Mənim ən sevdiyim, Məhəmməd bilir mənim ən sevdiyim marka bura yazdırıb və mənim maşınımın seriya nömrəsini yazdırıb bura. 10. Məhəmməd, çox sağ ol. Bunu maşından asacam elə indi bu dəqiqə. Asacam, sənə göstərəcəm, çəkib ki, maşından astım bunu. Kamil Əsəlzadəni ürəkdən alqışlayaq. Kamil bu yarışmada səs faizinə görə tərk eləsə də mənim bəyəndiyim istedadlı iştirakçılardan biridir. Səhnəyə də çox yaraşır. Həm müğənni kimi fəaliyyət göstərir, həm model kimi, həm rəqqas kimi, həm də bu yaxınlarda inşallah mən aktyor kimi də hazırlaşdıracam Kamil Əsədzadəni. İnşallah İncəsənət Universitetinə də daxil olmaq istəyir. Gələcəkdə Dirəş adamı həm aparıcı, həm aktyor, həm müğənni, həm də kimboksla məşğul olub. İmama. Kamil, xoş gəlmişsən, nətərsən? Xoş gördük. Necəsən? Yaxşı. Yaxşıdır Kamil. Bugün bizim üçün Kamil nə rəqs edəcək? Rəqs də, adi rəqs. Adi rəqs. Gəlsin Kamil. Buyur. Bura Ayxanı dəvət eləsəm olar. Hansı Ayxanı? Bizim Babazadə? Babazadə Ayxan da rəqs edə bilir, Ayxan Hüseynli də rəqs edə bilir, Ayxan Adgözəlov da rəqs edə bilir, hər biri rəqs edə bilir, amma Ayxan Babazadəni istədi. Gəlsin Kamil Əsəlzadə və Ayxan Babazadədən gözəl bir rəqs gəlir. Legal Turizm şirkəti haqqında məlumat vermək istəyirəm. Legal Turizm şirkəti salib seçilən turizm şirkətidir. Əgər dünyanın istənilən yerinə səyahət eləmək istəyirsinizsə, ekrandakı nömrəni görürsünüz. Legal Turizm şirkətindən zəng vurmaqla istənilən ölkəyə səyahət edə bilərsiniz. Mənim adımdan müraciət eləyin, sizə endirim olunacaq və sağ olsun Legal Turizm şirkəti bu yarışmanın ikinci yerinə Gürcüstanın Tbilisi şəhərinə 4 günlük istirahət. 4 günlük istirahət təşkil edir, gedə bilərsiniz və inşallah 10 nəfər finalda qalanda hər iştirakçıya bir titul veriləcək. Birinci yer, ikinci yer, üçüncü yer, dördüncü yer bütün müğənnilərin imzası olan bu verilişdə. Onların diplomu, ola bilsin kiməsə səhnə ulduzu nişanı verilsin, kiməsə ən güclü performansına görə, yəni onluq bütün iştirakçılardan seçiləcək və hal-hazırda Qızıl Yeddilikdə olan iştirakçılara yox,
Mən istərdim qonağımız burada var. Gəl Fərid, gəl yanıma. Fərid Babayev alqışlayaq. Fərid Babayev. Fərid Babayev, xoş gəlmisən. Hoş gördük. Fərid Babayev. Xoş Elşad əmi sənin gördük. nəyindir? Üləyimdir. Elşad əmi deyir, mənim ürəyimdir. Neçə yaşın var Fərid? 5 yaşım var. 5 yaşı var. Fərid, bir dənə Eme parfümü təqdim elə. Əgər mən parfum istəsəz, sifariş verilə bilər. 2008-ci ildə fəaliyyət göstərir. Pumba Kids. Ha, Pumba Kids 2008-də. 2008-ci ildə fəaliyyət göstərir. Pumba Kids fəaliyyət göstərdi 2008-də. Aha, sakit. Sponsorlar haqqında məlumat verdin. Gəl önə. Azərbaycan şeiri deyəcək Fərid Babayev bizim üçün. Başla Fərid. Ey bilgirsən mənsən, yurdun yuvan məskəlisən, anam doğma vətəniysən, aylar görücəllər, Azərbaycan, Azərbaycan. Mən bir uşaqsam bir ana, odur ki bağlayıram sənə, hansı sənsən, hansı yana. Hey uçsan da yuvan sənsən, elim, gülüm, oban sənsən, Azərbaycan, Azərbaycan. Mənim şirin şəkər balaca dostum Fərid Babayev. Hər veriliş demişəm gəlsin bura, hə Fərid? Fərid bizim ürəyimizdir. Çox gözəl, ağıllı, dərrakəli balamızdır. Gələn səfər saçı belə elə Fərid. Alqışlayaq. Alqışlayaq. Fərid. Və qonağımız var. Nicat. Azərbaycan İstedad Festivalı 2-də. İnşallah ona da söz verəcəm indi. Nicat, xoş gəlmişsən. Birazdan mahnı ifa edəcək. Bizim növbəti qonaqlarımız da var. Nicat, nə mahnısı ifa edəcəksən? Şuşanın dağları. Şuşanın dağları. Alqışlayaq Nicatı. Şuşanın dağlarını ifa edəcək. Növbəti qonağımız kimdir? Mikrofonu Hilal danışdır, ver, danışsın. Uğur dəb yarışmasının iştirakçısı olub, hə Hilal? Bəli. Dəb yarışmasının iştirakçısı olub və növbəti bizim inşallah Azərbaycan İstedad Festivalı 2-nin iştirakçısı olacaq. Uğur, gəl bir dənə burada musiqi sədaları altında bir dənə ged görüm necə orada göstərmişdin. Gəl. Aha. Birinci o gedir, Fərid, sonra sən. Gəl yanıma Fərid. Uğur və Fərid Babayevin biz modasını gördük. Uğur, İnşallah. Neçə yaşın var Uğur? 4 yaşın var. Ha. İnşallah Azərbaycan İstedad Festivalı 2-də səni gözləyirəm. Yaxşı, mənim balam. Əyləş, əyləş bizimlə bərabərsən və davam edirik. Davam edirik. Qızıl 7-likdə olan bizim iştirakçılarımız. Hər birinizi təbrik edirəm. Qızıl 7-likdəsiz. Həmin iştirakçılardan biri Nərgiz Şıxverdiyevadır. Mübarizə aparanlarda Ayxan Babazadədir. Yusif Hüseynli, gəl yanıma. Nərgiz Şıxverdiyeva, gəl yanıma. Qızıl 7-likdəsiz. Ayhan Bayramzadə, gəl yanıma. Aysu İsrafilova, gəl yanıma. Qızıl 7-likdə olan iştirakçılardır. İştirakçılardır, gəlin burada. Və mən istərdim, bu gül balalar hər zaman burada mahnı da ifa edib, rəqs da ediblər. Bu dəfə musiqi sədaları altında bir-bir moda göstərsinlər burada. Gəlsin musiqi sədaları altında bunların modasına baxaq. Aha, alqışlayaq. Ayhan Bayramzadə, Aysu İsrafilova, Yusif Hüseynli və Nərgiz Şıxverdiyeva. Bu 4 iştirakçının 4'ü də
Qızıl 7-likdədir. Mübarizə aparanlarda bizim Ayxan Babazadədir və Süheyl Salmanlıdır. Süheyl Salmanlı və Ayxan Babazadə mübarizə aparanlardadır. Dueldə olanlar. Nicat, gəl yanımıza. Gəl yanımıza, sənin səsini eşitməliyik biz. Növbəti yarışmanın iştirakçısı olacaqsan. Nicat, soyadın nədir? Şəkiliyəm Mürsəlzadə deyə bilərsən. Nicat Mürsəlzadə. Bizim gözəl diyarımız Şəki torpağındandır, Şəkilidir və Nicat Hüseynli istedaddır. Mürsəlzadə. Nicat Hüseynlidir, mən Ayxan Hüseynliyinə səhv saldım. Bunlar ilk dəfə gələndə elə bilirdim qardaşlar. Növbəti yarışmanın iştirakçıları olacaq. Nicat Hüseynli. Mürsəlzadə. Nicat Mürsəlzadə, Nicat Şəkili belə də deyə bilərik və Şuşanın dağları ifası gələcək. Gəlsin Nicatdan salamlasın. Qoy salamlasın, sonra ifası gəlsin. Hər kəs salamlayıram, başda siz olmaqla. Çox sağ olasın. Ekran qarşısında olanları salamlayıram. Gəlsin, hamını salamladı Nicat və mahnısını dinləyək. Şuşanın dağları başı dumanlı, kırmızı koftalı, yaşıl dumanlı. Derdinden ölmeye yoktu cumalı, derdinden ölmeye yoktu cumalı. Ay kız bu ne kaçtız, bu ne dil, ölerem derdinden. Onu bir danışmasan da balam var gün. Ay kız bu ne kaçtız, bu ne dil, ölerem derdinden. Onu bir danışmasan da balam var gün. Şuşada akşamlar yalan kızlar, onlardan gözlerdir gelinler kızlar. Yol üstə dayanıb yarını gözlər, yol üstə dayanıb yarını gözlər. Ay qız bu nə qaş göz, bu nə dil, ölərəm dərdindən. Onu bir danışmasan da balam var gün. Ay qız bu nə qaş göz, bu nə dil, ölərəm dərdindən. Onu bir danışmasan da balam var gün. Şuşanın hər yandan gəlir sorğalı, Qərim qəlaiddir bizə bunlalı. Dağları bağları, qızlar oynalı, dağları bağları, qızlar oynalı. Ay qız bu nə qaş göz, bu nə dil, ölərəm dərdindən. Onu bir danışmasan da balam var gün. Ay qız bu nə qaş göz, bu nə dil, ölərəm dərdindən. Onu bir danışmasan da balam var gün. Ay qız bu nə qaş göz, bu nə dil, ölərəm dərdindən. Onu bir danışmasan da balam var gün. Ay qız bu nə qaş göz, bu nə dil, ölərəm dərdindən. Onu bir danışmasan da balam var gün. Bravo! Halal olsun sənə Nicat. Özün də mənə kimi toppuşsan. Hə, növbəti yarışmada, baxın, gördünüz? Gördünüz? Növbəti İstedad 2 festivalı, İstedad Festivalı 2 yarışmasında, baxın, Nicat, Ayxan, görürsünüz necə səliqəli, gözəl çıxışlar elədilər. Belə, növbəti yarışmanın artıq iştirakçılardır. Alqışlayaq və əyləşsin Nicat balamız. Və davam edirik. Bizim Aysu, Ayan model kimi burada özünü göstərdi. Liliya qonağımızın söz verəcəm. Süheyl Salmanlı model kimi çıxış edəcək, yoxsa rəqs? Model kimi, bayaq oldu model kimi Süheyl. Gəl yanıma Süheyl. Süheyl Salmanlı mübarizə
aparanlardadır, mübarizə aparanlarda. Və mübarizə aparanlarda musiqi sədaları altında hal-hazırda Süheyl Salmanlının biz modasını göstərəcək, onu görəcəyik. Alqışlayaq. Süheyl Salmanlı, alqışlayaq ürəkdən və bizim gözəl balamız Süheyl Salmanlı keçən buraxılışlarda gəlməmişdi və Süheyl Salmanlı burada liderlik kürsüsündə əyləşən iştirakçılardan biri idi və mənə xəbər göndərib, deyib, Elşad əbiyə tapşırın ki, mənim Eme parfüm olan ətrimi saxlasın. Mən də ona söz vermişdim və hal-hazırda Eme parfümü mən Süheylə təqdim edirəm. Təbrik edirəm qızım, növbəti mərhələyə keçən iştirakçılardan biri Süheyl Salmanlı olacaq və hal-hazırda dueldə olanların ekranda şəkillərini verin. Ekranda göstərin Ömər Qənizadə, Xədicə Cabbarova və Səmra Qənizadə. 3 iştirakçı dueldədir, ikisi qalacaq, biri tərk eləyəcək. Nicatla, Ayxan da alqışlarınızla yola salaq və inşallah finala bir həftə qalmış, yenə də sizi dəvət edəcəm. Gələrsin inşallah. Hər ikinizə uğurlar arzu edirəm. Sizləri gözləyirəm. Azərbaycan İstedad Festivalı 2 yarışmasında mütləq burada olarsınız. Qonaq qismində gəlib, mən hər zaman onlara demişəm ki, bizim qapımız açıqdır, istedadlı uşaqlar yer ayırmalıyıq. Lilya Babazadə buradadır və Fatimə Əskərzadə. Fatimə Əskərzadə mənim balam istedadlı yarışmasının 3-cüsü olub. Bizim yarışmanın 3-cüsü olub və Lilya Babazadə keçən həftələrdə layihəni tərk edildi. Amma mən söylədim ki, hər zaman gələ bilərsən, narahat olma, görsən, sən tərk eləmsən, Ayxan Babazadə qardaşın davam edir. Və musiqi sədaları altında hər iki iştirakçının modasını görəcəyik. Alqışlayaq, Lilya Babazadə və Fatimə Əskərzadə. Fatimə Əskərzadə. Dəyərli uşaqlar, biləsiniz ki, Turpun nağılı uşaq filmində doğrudan da möhtəşəm obrazlar, xarakterlər var. Böyük bir qala gecəsi keçiriləcək. Bütün kinoteatrlarda o göstəriləcək. Afişalarda hər birinizin şəkili olacaq və hər yanda özünüzü görəcəksiniz. Alqışlayaq o filmdə olan bütün uşaqları da. Və dəvət eləyək Aysu İsrafilovanı. Aysu İsrafilovanın rəqsi gələcək. Qızıl yetdilikdə olan Aysu İsrafilovanın hal-hazırda rəqsini izləyirik. və şirin aksesuarlar, əyləndirici və öyrədici oyuncaqlar, hamısı bir yerdə, Pumba Kids'də. Ünvanlarımız Neftçilər filialı, Qaraqaraya prospekti 65D, Neftçilər metrosunun tam yaxınlığında, Xəzər filialı, Gəncə prospekti 52B ünvanında, Xəzər dairəsi yaxınlığında yerləşir. Getdim gördüm bulaqdadır, el özünü yumaqdadır. Getdim gördüm bulaqdadır, el özünü yumaqdadır.
Qoşa xalan yanaqdadır Kamanım gel gel, qarşı kamanım gel gel, muhabbetim gel gel, saadətim gel gel. Tar kamanım gel gel, qarşı kamanım gel gel, muhabbetim gel gel, saadətim gel gel. Göy otlar üstünde yatıp, kete göle batıp. Üstünde yatıp, kertenkele göle batıp, külek vurup ağır beyin, o yan bu yanına atıp, külek vurup ağır beyin, o yan bu yanına atıp. Tar kamanım gel gel, qarşı kamanım gel gel, muhabbetim gel gel, saadətim gel gel. Tar kamanım gel gel, qarşı kamanım gel gel, muhabbetim gel gel, saadətim gel gel. Aysu İsrafilova, Qızıl Yetlilikdə olan iştirakçımız. Aysu, təbrik edirəm, növbəti mərhələdəsən. 16 iştirakçıdan biri olacaqsan, əyləş. Və Ayxan Babazadə. Ayxan Babazadə mübarizə aparanlardadır. Ayxanın rəqsi gələcək. Dağlar oğlu, hə? Bəli. Dağlar oğlu rəqsi gələcək. Ayxan da növbəti həftədə 16 iştirakçıdan biri olacaq. Ayxan, təbrik edirəm, sən istedadlısan. Ümumiyyətlə, sənin finalda olmağını istəyirəm. Alqışlar Ayxan Babazadənin. Ayxan Babazadə, mübarizə aparanlar komandasında olan Ayxan Babazadə növbəti həftədə 16 iştirakçıdan biri olacaq bizim istedadlı balamız. Təbrik edirəm. Biraz da dözə bilsən, artıq finalda 10 iştirakçıdan biri olacaqsan. Onu bilin ki, finalda 10 iştirakçıdan biri olmaq, orada hər iştirakçının öz titulu olacaq. Birinci yerdən tutmuş 10-cu yerə kimi. Biri olacaq səhnə ulduzu nişanı. Biri olacaq münsiflər heyətinin ən sevdiyi iştirakçı. Biri olacaq biraz da yüksək. Biri Gürcüstana səyahətə gedəcək. Biri Qızıldan tac əldə edəcək. Biri ən güclü performans sahibi kimi mükafatlandıracaq. Çalışın 10 iştirakçıdan biri olasınız və təbrik edirəm. Ayxan Babazadə, təbrik edirəm. Əyləş. Baş sponsorumuz Puma Kids haqqında məlumat vermək istəyərdim. Monitorda göstərin, zəhmət olmasa. Bugün Hilal və bizim dəyərli aparıcılarımız Hilal və Ayxan Adgözəlovun geyimləri də məhz Puma Kids'dəndir. Bizim aparıcıları göstərin. Hər ikisinin geyimi Puma Kids'dəndir.
Pumba Kids yeni doğulan uşaqdan tutmuş 16 yaşına kimi həm oğlan, həm qız geyimlərini sizlərə təqdim edir. Məhsullar Türkiyə və Polşa istehsalıdır. 2008-ci ildən fəaliyyət göstərən Pumba Kids həm də valideynləri nəzərə alaraq ortopedik ayaqqabıları da sizlərə təqdim edir. Bütün keyfiyyətli oyuncaqları oradan əldə edə bilərsiniz. 2 filialı var Neftçilər metrosu stansiyasının yanı və Xəzər dairəsinin yanında çox gözəl 1 iyunda bizim günümüz keçmişdi orada, sağ olsun rəhbərlik və hər dəfədə bizim bu sehirli qutudan sual verir və hədiyyə qazanırlar. Bu gün də, dünənlərdə hədiyyələr qazananlar oldu. Bu gün Məhəmməd Tağıyev hədiyyə qazandı. Ola bilər gələn həftə başqa bir iştirakçı hədiyyə qazansın və finalda bütün uşaqlara Pumba Kids'dən hədiyyələr olacaq. Pumba Kids'dən hədiyyələr olacaq, hər bir uşağa hədiyyə olacaq. Minnətdarlığımızı bildiririk Pumba Kids'ə. Legal Turizm şirkətinə dərin minnətdarlığımı bildirirəm. Legal Turizm şirkəti istənilən an ekrandakı nömrəyə müraciət eləməklə mənim adımdan müraciət eləsəz 30% endirimdir. Bütün ölkələrə səyahət var. Viza dəstəyi, nəqliyyat vasitəsi, bir sözlə otel sifarişi, səyahətə aid nə suallarınız varsa, həmin nömrəyə zəng vurmaqla sifarişlər verə bilərsiniz və İstedad Festival yarışmasının ikincisinə Gürcüstanın Tbilisi şəhərində 4 günlük istirahət. 4 günlük istirahət. Bax, legal turizmi alqışlayın. Sizləri fikirləşin və sizə 4 günlük istirahət verəcək. Sonda Eme Parfümə Hacı Murad qardaşıma dərin minnətdarlığımı bildirəm. Sağ olsun, bütün layihələrimdə mənimlə bərabər olur. Ceko'nu ürəkdən alqışlayın, stilist və bərbərim. Canım ay Ceko'ya minnətdarlığımı bildirəm. Artıq 10 ilə yaxındır ki, 10 ildən çoxdur. Ceko mənim yanımdadır. Biz artıq, mən deyərdim ki, bu reklamı mən ona görə eləmirəm ki, Ceyhunun reklamı olsun. Heç reklama ehtiyacı yoxdur. Sadəcə Ceko'nun mən adını çəkməliyəm, çünki zəhməti var. 10 ildən artıqdır ki, mənim üzərimdə zəhməti var. Saçımı o düzəldir. Ceko'nun yanına hətta deyərdim ki, çox maraqlıdır ki, 5-6 nəfər müraciət edib ki, hardasa 5-6 yaşında uşaqlar olub, gəlib deyiblər ki, Ceyhun əmi bizim saçımızı Elşad əmin saçı kimi düzəldir. Müraciət edib və alqışlayaq Ceyhunu. Ceyhunu alqışlayaq və dueldə olanlar, gəlin yanıma. Gəlin yanıma. Ömər Qənizadə, Xədicə Cabbarova və Səmra Qənizadə. 3 nəfər dueldədir. Münsiflər heyətinin səsləri verildi. Mikrofonu zəhmət olmasa Hilal, Səma Qasımzadəyə və Nilay Səbrəliyevaya veririk. Üzü o tərəfə durun. Ömər Qənizadə, Xədicə Cabbarova və Səmra Qənizadə. Bu 3 iştirakçı dueldədir. Səma Qasımzadə və Nilay Səbrəliyeva əsra müəyyən səbəblərə görə gələ bilməyib. Liderlik kürsüsündə əyləşənlər də bugün dueldə olanlara ulduz səs verəcəklər. 30 və 40 ulduz veriləcək. Səma Qasımzadə 30 ulduzu kimə verir? Tam sakit. Kimə? Ömərə. Səma Qasımzadə deyəsən artıq yuxuluyur, yuxusu gəlir. Səsi çıxmır. Ömər Qənizadəyə 30 ulduz və 40 ulduz kimə? Xədicə Cabbarovaya 40 ulduz gəldi. Səma Qasımzadədən gəldi. Səma Qasımzadədən 40 ulduz. Nilay Səbrəliyeva 30 ulduzu kimə verirsən? Kimə? Ömər. Deyir Elşad əmi ya. Zarafat edirəm. 30 ulduz kimə Nilay? Ömər Qənizadəyə 30 ulduz gəldi. 30 ulduz Ömər Qənizadəyə gəldi və 40 ulduz Xədicə Cabbarovaya 40 ulduz gəldi. 40 ulduz gəldi. Aha. Tam burada durursunuz. Ora baxırıq. Hal-hazırda stop deyirəm. Münsiflər heyətinin
liderlik kürsüsündə əyləşən liderlərin dueldə olan iştirakçılara verdiyi bütün səslər hesablanır. Ümumi gələn səs faizləri hamısı üst-üstə gəlir. Fərid bəy. Ömər Qənizadə, Xədicə Cabbarova və Səmra Qənizadə bu 3 iştirakçıdan bir nəfər tərk edəcək. 2 nəfəri növbəti mərhələyə keçəcək və gələn həftə inşallah eşitmişəm mənə video atıblar. Hilal'la Ayxan məni bir nəfər parodiya edir. Mənim veriliş aparmağımı. Onu gələn həftə inşallah dəvət eləyəcəm bura. Baxarsınız, məni təqlid eləyir və mənim oyunumu çıxardır. Çox gözəl eləyib. O bilmirəm, məni o qədər mükəmməl izləyib ki, hər hərəkətimi götürüb. Gələn həftə inşallah onu görəcəksiniz burada, mütləq şəkildə. Ekskluziv açıqlayacağım kimdir. Hə, indi hamı Fərid Babayev. Gəl yanıma. Onları da qoydu orada. Fərid Babayev, gəl yanıma. Mikrofonu veririk Fərid Babayevə. Və Fərid Babayev uca səslə deyir, diqqət ekrana, möhkəm deyirsən. Diqqət